İslam ağla, təfəkkürə, düşüncəyə çox böyük önəm, əhəmiyyət vermişdir. Quran-ı Kərimdə elə 300-ə yaxın bu barədə ayələrin olması buna sübutdur. Ağıl, düşünmək, təfəkkürlə əlaqəli ayələr vardır. Bu təbii ki, İslamın ağla, düşünməyə, təfəkkürə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Baxın, belə bir ayə var Quran-ı Kərimdə. Yunus surəsi 100-cü ayədə Uca Allah buyurur ki: "Və yec'alur rizsa alellezina la ya'qilun." Allah Teala ağlını çalışdırmayan kəsə qəzəb edər. Onu qəzəbə düçar edər. Yunus 100-cü ayə. İnsanı digər varlıqlardan üstün edən, seçən də onun əsas ağlı, düşüncəsi, təfəkkürüdür. Hətta belə bir söz var: "Mən la aqla lahu la dinə leh." Ağlı olmayan kimsənin dini də yoxdur. İslam ağlı olan kimsələrə xitab edir. Misal üçün, ağlı olmayan kimsəyə, ruh xəstələrə misal üçün, Allah-u Teala namazı, orucu fərz etmir. Onu, İslam dinini yaşamağa məsul şəxs kimi onu qəbul etmir. İslam dininin əmir və qadağalarından məsul ola bilməyimiz üçün Allah-u Teala şərtlər qoyur. Yetkinlik yaşına çatmaq, ağıllı olmaq və müsəlman olmaq. Diqqət edin, ağlı olmayan kimsənin bu mənada dini yoxdur. Mən la aqlə lahu la dinə leh. Ağlı olmayan kimsənin dini də yoxdur. İmam Maturidinin çox gözəl bir sözü var. Düşünməməyi təlqin edən hər bir his şeytan işidir. Diqqət edin. Düşünməməyi təlqin edən hər bir his şeytan işidir. Başqa bir ayədə Uca Allah Ənfal surəsi 22-ci ayədə belə buyurur: Estaizu billah. İnne şerrad-devabbi indallahi summul bukmullezine la yaqilun. Şübhəsiz ki, Allah qatında canlıların ən pisi ağlını işlətməyən, ağlını çalışdırmayan karlar və lallardır. Diqqət edin. Ağıl var, amma çalışdırmır. Çalışdırmadığı üçün Allah-u Teala onu öz qatında canlıların ən pisi olaraq qələmə verir. Təbii ki, bu ayə İslamın ağla, düşünməyə, təfəkkürə nə qədər böyük önəm və əhəmiyyət verdiyini göstərir. Başqa bir ayədə Mülk surəsi 10-cu ayədə Uca Allah buyurur ki: Estaizu billah. Qalu law kunna nasma'u aw na'qilu ma kunna fi ashabis sa'ir. Onlar belə deyəcəklər: Əgər biz dinləsəydik və ağlımızı başımıza yığıb ağlımızı çalışdırsaydıq, cəhənnəm əhli içərisində olmazdıq. Yəni orada bu ayədə dinləsəydik deyərkən bunu qəsd edir Allah-u Teala. Həmin o şəxslərin peşmançılıqlarını bu şəkildə ifadə edirlər ki, əgər biz vaxtilə peyğəmbərləri dinləsəydik, peyğəmbərlərin dediyi sözləri qəbul etsəydik və ya bu gün bu şəkildə bu ayəni anlamaq mümkündür. Əgər biz vaxtilə Qur'anın et dediklərini etsəydik, Qur'an oxunduğu zaman onu dinləyib həyatımızda tətbiq etsəydik, biz cəhənnəm əhli içərisində olmazdıq.